Allah verir bu səsi. Hamının səs dilləri var. Niyə birisi oxuyur, birisi oxumur? Səs ya var, ya yoxdur. Səs Allah vergisidir. Əfsanəvi səsi və gözəlliyi ilə tamaşaçıların bədii estetik zövqünü oxşayan Fidan Qasımova. Onun adı hələ Sovet illərində dünyanın 100 qadını siyahısında olub. Fidan xanım səhnəmizin Aidası, Tatyanası, Nigarı, Sevili və bir çox mürəkkəb və məsuliyyətli obrazların ifaçısı kimi tanınıb. Şöhrət, şərəf və istiqlal ordenli sənətkarın doğum günündə biz də onun yanında olmaq istədik. Sizə çox təşəkkür edirəm ki, siz bugün gəlmisiniz məni təbrik etməyə ad günümdə. Həmişəki kimi siz diqqətlisiniz. Mən sizin kanalınıza minnətdarlığımı bildirirəm. Bu kanalla istəyirəm xalqıma təşəkkürümü bildirim. Bu diqqətiniz məni daha da ruhlandırır. Fidan xanım deyir ki, doğum günündə yaşının üstünə yaş gəlməsi onu heç vaxt narahat etməyib. Şükürlər olsun ki, bizi çox insanlar sevir. Səhərdən təbrikləri alıram. Axşama qədər, saat 12-yə qədər, 1-ə qədər tələbələrdən, qohumlarımla, dostlarımla mənim çox gözəl ailəm var. Bacım Xuraman, oğlum Fərid, gəlinim. Onlar ilk növbədə təbrik eləyirlər və məni ruhlandırırlar. Əlbəttə ki, yaşın üstünə yaş gəlir. Bəzilər deyir ki, bu onları ruhlandırmır, sevindirmir. Mən ona fikir vermirəm. Mən deyirəm ki, nə yaxşı ki, mən öz həyatımı belə gözəl musiqi aləmində keçirtmişəm. Təbii ki, onu təbrik eləmək istəyirəm. Təbii ki, yaşasın. O tək mənim deyil axı. O sizin də fidanınızdır. Çox yaşasın, uzun ömür yaşasın. Çünki o sənəti ilə Azərbaycanı çox uzaqlarda tanıdıb. Fidan xanım mənim tacımdır, sirdaşımdır, rəfiqəmdir, müəllimimdir. O olmasaydı, mən çox şeyləri ondan öyrənmişəm. Xalq artisti sənətə gəldiyi ilk günlərdən danışıb, bu səsin ona atasından keçdiyini bildirib. Mən uşaqlıqdan skripka çalırdım. Genetik olaraq atamın gözəl səsi var idi. Əlbəttə ki, mənim də atamdan keçdi səs, Xuramanı da. Və mən çox şadam ki, biz müğənni olduq. Azərbaycanı uzaqlarda, Azərbaycan musiqisini tanıtdırdıq. Baxmayaraq ki, biz klassika əsərlərini oxuyurduq. Mozart'ı, Verdini, Puccini'ni. Amma biz həmişə konsertlərimizdə Azərbaycan bəstəkarlarını istəyirdik tanıtdıraq. Zəngin musiqimizi sevsinlər, Azərbaycanı tanısınlar. Razıyam öz həyatımdan. Dərs verirəm, yeni səslər açıram, gənc nəsil yetişdirirəm. Mən də, mənim bacım Xuraman da. Həyat boyu mən konsertlər vermişəm, operada oxumuşam, xaricə getmişəm. Yəni ki, maraqlı həyatdır bu. Çox maraqlıdır, amma çox çətindir. İtaliyada beynəlxalq müsabiqədə mən 1-ci yer qazanmışam. Böyük bir qazanc idi Azərbaycan üçün, çünki mən ilk müğənniyəm ki, Azərbaycana beynəlxalq laureat adı gətirmişəm. Yəni mürəkkəb operaları oxumuşam. Əlbəttə ki, səhnə həyatı çox uzun deyil.
60 yaşına qədər demək olar ki, mən səhnədə oxumuşam, konsertlər vermişəm. Mən sizi 25 yaşınız münasibətilə təbrik edirəm. 25 illik yaradıcılıq, səhnə yaradıcılıq fəaliyyətinizlə təbrik edirəm. Sizə can sağlığı arzu edirəm. Çox minnətdaram ki, mən öz yaradıcılığımı başlamışam. Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinin altında. Çox ordenlarımı o mənə təqdim edib. Son ordenimi, İstiqlal ordenini mənə verib bizim prezidentimiz İlham Əliyev. Hətta deyə bilərəm ki, qəhrəman prezidentimiz. Bundan gözəl şey nə ola bilər? Yəni sənətkara vaxtında qiymət vermək çox böyük bir xoşbəxtlikdir. Fidan Qasımova şanlı qələbəmizdən, bütün dünyanın gözünün ölkəmizdə olmasından da danışıb. Mən çox şadam ki, bizim prezidentimiz, qəhrəman ordumuz və başda olmaqla İlham Əliyevlə Qarabağı qaytara bildik. O xalqımızın başını ucaltdı. Qarabağda festivallar keçiriləcəklər, kültür mərkəzi olacaq. Şuşa artıq o bizim ürəyimizdir və biz bütün dünyada göstərdik ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Fidan Qasımova həmçinin 2015-ci ildə Böyük Britaniyanın Cambridge Universitetinin ensiklopediyasına adı düşən ilk sənətçilərimizdəndir. Biz də Fidan xanımın doğum gününü təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq. Əli Novruzəliyev, Əli Ələkbərov, ATV Səhər.